Yaxşı. Toplu 2019 birinci hissə deməli bucaqların ölçülməsi bucağın təm böləni. Birinci soru. Tamam, belə bir şəkil çəkib, sizdə çəkib. A-dır, O-dur, B-dir, C-dir. C-dir. AOB-ni verib, AOB bucaq AOB 160 dərəcədir. Bucaq AOC 90 dərəcə olarsa, bucaq COB-ni soruşur. AOB budur. Bura 160 dərəcədir. AOC bura 90 dərəcədir. COB-ni soruşur. Bax, bura 90 uşaq. Bura cəmi 160-dır. Onda bura neçə olacaq? 7. Niyə? Toplanma aksiyomu. Çünki bucağın dərəcə ölçüsü daxili şüası ilə bölünür bucağın dərəcə ölçüsünün cəmidir. Deməli, bura 70-dir ki, cavab 70 dərəcə. B variantı. Keçirik üçüncüyə. Üçü də çəkək. Belə bir şeydir. Bax, bura 30 dərəcədir. Bir dənə də belə düz bucaq çəkib. M'dir, N'dir, K'dır, B'dir, bir dənə də C'dir. Burada belə bir düz bucaq bu. Buramız 30 dərəcədir. Deyir ki, CNK-nı tapın. CNK. Bax, bu bucağı soruşur uşaqlar. Sizcə neçə olacaq? Yox, bura 90-dır, burada 30-dur. Deməli, bucaq CNK 120 dərəcə. B variantı. B variantı. Beşinciyə keçək. 5 belə. ABC düz bucaqdır. Çəkirik. A, B, C. Sonra belə bir şey çəkib. Bura beta 1, bura alfa 1. Deməli, alfa çıxaq beta bərabərdir 10 dərəcə. Olarsa alfanı tapın. Bura belə eləyə bilərik. Alfa bərabərdir beta, ya da belə eləyə bilərik. Beta bərabərdir, beta bərabərdir. Alfa çıxaq 10 dərəcə yaza bilərik. Düzdürmü? Alfa ilə betanın cəmini etsəlik 90 dərəcə. Betanın əvəzinə də alfa üstə gələk. Betanın əvəzinə alfa çıxaq 10 dərəcə yazılır. Bərabərdir 90 dərəcə. 2 alfa bərabərdir 100 dərəcə. Alfa isə 50 dərəcə edir şu an. A variantı. Bu da A variantı. 7-ciyə keçək. 7-ci belə. Belə bir bucaq çəkib. Buradan bir dənə belə bir şey çəkib. Oldu, A'dır, C'dir, C'dir. Qəbdə olacaq. AOC 25 dərəcədir. COB isə 30 dərəcədir. AOB-ni soruşur. Bu olacaq. 55 dərəcə. C variantı. C. Yaxşı. Keçirik 9-cuya. Dokuz belə. BD şuası ABC düz bucağından. Bax bu ABC düz bucaqdır. BD şuası onun 18'də bir hissəsini təşkil edən ABD ayırır. Bax bura 18'də 5 hissəsidir. 18'də 5 hissəsi buradırsa DB'si hansı hissəsidir? 18'də 13 hissəsi. İndi biz bunu nə cür tapaq? DBS-ni soruşur bizdən. 90 dərəcənin 18'də 13 hissəsini tapacaq. Bu 5 meyli. 5'i də oranda 13'ə 65 dərəcə eləmək. A variantı. A variantı. Keçirik 11'ə. 11 belə uşaq. Deməli, belə bir bucaqdır. Buranı verir 45 dərəcə. Buradan da bir dənə düz bucaq çəkib. Bura C'dir, bura A, O, D, bura da B. COB bucağını soruşur. Və kimlə demək olar ki, bucaq COB neçə eləyir? 135 dərəcə. A variantı. A variantı.
13'ə baxaq. 13 də belə. CBD bucağı. Belə bir bucaq çəkib. Sonra buradan bir dənə beləsini çəkib. Bura A-dır, B-dir, D-dir, C-dir. CBD bucağı ABD bucağından 3 dəfə kiçikdir. Yəni ABD bucağı uşaqlar 3 vuraq CBD-yə bərabər. ABC bucağı 80 dərəcə olarsa CBD-ni sorur. CBD x-dir. Onda bu 3 dəfə çoxdur, 3x-dir. İkisi bir yerdə 80 dərəcədir. Yəni 4x bərabərdir 80, x bərabərdir 20 dərəcə. Elə x-da bucaq CBD-dir. 20 dərəcə. C variantı. Keçirik 15-ə. Belə. Deyək ki, 150 dərəcəlik bucağın təpəsindən çıxan şua 14 bölünsün 1 nisbətində 2 bucağa ayrılır. Kiçik bucağa tam. 4K-dır. Ədədin verilmiş ədədlər düz mütənasib hissələrə bölünməsin. 5K 150 dərəcədir. K 30-dur. Kiçik bucağımız elə K-dır. Kiçik bucağı soruşur olur. C. 17-yə baxaq. 17 belə. Yenə belə bir şəkil çəkib. Siz də çəkin. Bura C-dir, bura O-dur, bura A-dır, bura B-dir, bura da D. Deyir ki, BOD COD-yə bərabər. COD-yə bərabər. Bucaq COB 120 dərəcə. Bucaq AOD-nin bax, BOD, COD asıdır. Bu deməli təmböləndir da uşaqlar. Bu ikisi bir-birinə bərabər. COB da buranın da verib 120 dərəcə. Bu da 120. Onda hər biri neçə dərəcə? 60 dərəcə buradır. 60 dərəcə buradır. Bu da qonşusu olduğu üçün 120-nin. 60 dərəcə də buradır. Bizdən nəyi soruşur? AOD. Deməli o da 120. D var. D var. Yaxşı, 19. 19 belə. Açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan 2 şua. Bu açıq bucaqdır. 2 dənə şua. Deyir ki, onu 1, 2, 3 nisbətində 3 bucağa ayrılır. Alınan böyük bucağı tam. Açıq bucaq 180-dir, bu da K, 2K, 3K-dır. Onda K üstə gələk 2K, üstə gələk 3K. 180 dərəcədir, 6K. 180 dərəcədir, K 30-dur. Bizdən böyüyü mü soruşur? Böyük bucaqda 3K-dır, deməli 90 dərəcə olur. Y var. Y var. Keçirik 21-ə. 21 belə. Bucağın tərəfləri arasından keçən şua, onun kiçiyinin dərəcə ölçüsü 12 olan 2 bucağa ayrılır. Məsələn, bu bucaqdır, şuadır, bura 12 dərəcə. Düzdürmü? Bu verilən bucağın 17-də 3 hissəsi. 17-də 3 hissəsi. Bucağın dərəcə ölçüsünü tapın. 17-də 3 hissəsi 12 olan ədədi tapın. 12-ni bölürük 17-də 3-ə. Bu isə 12 vuraq 3-də 17 deməkdir. Bu da ixtisar 4-ə vuranda 68 dərəcə. D var. D? D var. 23-ə keçək. 23 belə uşaqlar. Gün 5-ci gündür. 23 belə. Deyir ki, OK AOB bucağının təmbölənidir.
Həm böləndə bu demək ki, 2 bərabər 3 bucaq. Birinciyə yazıb 3x üstə gələk 7. Burada yazıb 32 çıxaq 2x. Deyir ki, AOB bucağın dərəcə olsun. Bunun üçün biz x-i tapmalıyıq. Bir-birinə bərabər edirik. Bəli. 3x üstə gələk 7 dərəcə bərabərdir 32 çıxaq 2x-a. Onda 5x bərabərdir. Bu üzrə keçirdəndə 25 dərəcə edir. X bərabərdir 5 dərəcə. Onda 3x üstə gələk 7 bu nə deməkdir? 15 üstə gələk 7 elədi 22 dərəcə. 22 buradır, 22 buradır. Bu da bizdən AOB-ni soruşur. Neçə edir? Bəli, 44 dərəcə. Keçirik 25-ə. 25 də belədir. ABC. Bax, belə bir ABC çək ki, uşaqlar. ABC. BN, BN. ABC'nin təm bölənidir. BM də ABE'nin. ABE'nin. BM də bax, bunun təm bölənidir. Buna bərabər. Bax, bu da buna bərabər. İndi deyir ki, ABM 40'dır. Bu M. Bura 40 dərəcədir. ABC bucağı neçə dərəcə? Onda burada 40 dərəcə olur, təm bölən olduğu üçün. Bura 80 olanda, burada 80 dərəcə olur. Bucaq nəyi soruşurdu? ABC. Bucaq ABC neçə olur uşaqlar? 160 dərəcə olur. Keçirik 27-yə. Saatın saniyə əqrəbi 20 saniyədə 27-də 20 saniyədə neçə dərəcə dönür? Gəlin ona baxaq. Bax, bura 360 dərəcə. Düzdür? Bax, 360 dərəcə burada başlayır 12. Bax, bura 3-dür. Bura 6-dır, bura 9-dur. İndi bu iki bərabər hissəyə bölünür. Belə. Bura olur 1, bura olur 2. Hər biri də 5 saniyə. Bu da 2 bərabər hissəyə bölünür. Olur 4 ilə 5. Bu da 2 bərabər hissəyə bölünür. 7 ilə 8. Bu da 2 bərabər hissəyə bölünür. 10 ilə 11. Məsələ bundan ibarət ki, bunlar deməli 12 bərabər hissəyə bölünür. Deməli, hər biri görsüzdür keçdiyimiz. 360 dərəcəni 12 bərabər hissəyə böləndə neçə dərəcə edir? 360 12-yə böləndə 30. Yəni, hər biri 5 saniyə. 5 saniyəmiz 30 dərəcədir. 20 saniyədir. Baxın, 20 saniyədə bax, 5, 5, 5, 5. Bax, bu boyda bucaq əmələ gətirməlidir. Hər biri də 30 olanda 4 neçə? 120 dərəcə. 120 dərəcə. Düzdürmü? Çox yaxşı. Keçirik indi 29-a. Görək 29-da nədir? %29'da belə uşaqlar. Deyir ki, müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 müxtəlif şüa keçilmişdir. Bax, belə, belə, belə. Deyir, dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucağı alır? Mən parçanı ölçdüyüm kimi ölçürəm. 1, 2, 3. O olmaz, çünki bu açıq. 4, 5, 6. 7, 8, bu da 9. 9 numara. Bildiniz mi? Bir tərəfin uşağı var. 1, 2, 3. Dördüncü ona görə demirəm ki, açıq bucaqdan fərqlidir. 1, 2, 3. Keçirəm. 4, 5, 6. 7, 8, 9, 9. Keçirik 31'ə. 31. 31 görək nə soruşur. 31'də maraqlı sual uşaqlar. Belə bir şəkilli bir yadıma gəlir, çoxdan düşən. Birinci qrupun qəbulundan düşmüş sual. A-dır, O-dur, B-dir, C. Yazıb ki, AOB, AOC zat. Gəlin belə eləyək. Buna X deyirəm, buna Y deyirəm, buna Z deyirəm. Düşünə bilirik. AOB çıxaq AOC.
AOB çıxaq AOC. Yəni x çıxaq z bərabərdir 28 dərəcə. AOB çıxaq BOC. Yəni x çıxaq y bərabərdir 41 dərəcə. Olarsa AOB-nin dərəcə ölçüsünü deyir tapın. AOB-nin dərəcə ölçüsü, yəni x-i soruşur. Biz bir də bilirik ki, x üstə gələ, y üstə gələ, z də bu 360 dərəcədir uşaqlar. Üçü bir yerdə. Bunları tərəf-tərəfə toplasaq nə olur? Baxın, sol tərəflərini bir toplayırsaq, alınır ki, 3x bərabərdir. Çünki mənfi y-lə müsbət y bir gedir, mənfi z-lə müsbət z-lə bir gedir. 360 bu 401, 429 edir. 429 bölünür mü? 15 3-ə. X bərabər. Neçə? 143 dərəcə. Bu da elə AOB. 143 dərəcə. Anladınız mı? 31-dən sonra keçirik 33-ə. 33 də buna çox oxşardır uşaqlar. Bunu da həmin qayda ilə eləyərik. Belə bir şəkil çəkir. A, O, B, S. Buna da X, Y, Z deyir. Birinci də deyir ki, AOC çıxaq AOB. Yəni Z çıxaq X bərabərdir 36 dərəcədir. Sonra AOC çıxaq BOC. AOC də Z çıxaq Y də bərabərdir 48. Uşaqlar AOC-yə soruşur, yəni Z. Z üstə gələ, X üstə gələ, Y də 360 dərəcədir. Tərəf-tərəfə toplayanda X-lar, Y-lər gedir, 3Z bərabərdir 408, 438, 444. 444, sən burada görünəcək. Z də bərabərdir 148 dərəcə. 35, bu sonuncu sualdır bu gün üçün. Bu bölmə üzrə. 35 də belə. Belə bir şəkil verir. Deməli, M-dir, O-dur, P-dir, N-dir. M-O-P-dir, M-O-P. Bucaq M-O-P 135 dərəcə. M-O-N də bərabərdir. Bucaq M-O-P çıxaq 33 dərəcə. M-O-P-ni soruşur. Yaxşı, bura X deyək. M-O-N. Burada X çıxaq 33 dərəcə. İkisi də bir yerdə 135 edir. X çıxaq. X çıxaq 133. Üstə gələ X bərabərdir 135 dərəcə. 2X bərabərdir 168 dərəcə. X da 84 dərəcədir. Elədir mi? Yaxşı. Bu qədər uşaqlar cüt dərəcədən olanları növbəti həftə yazıb gəl.